Gündem axtayısı, gündem. Gündem İyandır da. İyandan başqa gündem var. Bütün dünya İyandan danışır. Ondan başqa gündem var, gündem yoxdur axı. Yox deyə gündem İrandan başqa. Ağay Boci məndən danışıb və deyir ki, sizin heç yardımınıza ehtiyacım yoxdur. Yardımınıza ehtiyacın yoxdur. Ne video çəkirsən, deyirsən ki, niyə susursuz bizdə günahsızlar öldürülür? Heç dəxli var. Mənim günahsız körpələrim əl boyda donmuşdu 26 fevralda Şaxtada. Niyə səsinizi çıxarmadınız ki? Sonuna qədər erməninin yanında oldunuz. Qəbirlərimizi görəşən kimi eşirdiniz. Görək orada qızıl diş tapacağıq. Ölmüş adamdan diş oğurlayan adamlarsınız. Sonuçta bizim keçmiş məcburi köçkünlər evlərini tam tərk etməmiş. Gəlib sizin gözün qabağında evini yağmalayırdınız. Sual verirdilər ki, niyə aparırsınız evimizi? Deyirdiniz ki, ermənilər onsuz da dağıdacaq da talayacaqlar. Biz talayaq. Sizin boyunuzu yerə sox. Nə danışırsınız bunun ardından siz? Başınızı soxmusunuz İrana və qaldırıb baxa bilmirsiniz ki, raketlər bizim başımıza niyə yağır? Bizi niyə vururlar? Molla rejimi bəlkə bir dayan, dur. Günahsızlar bundan artıq öldürülməsin. Nə qədər dar ağacından insanlar asassan gənc. Nə qədər oğlunun ölümünə, qızının ölümünə fəryad eləyən anaları aparıb həbsxanada zorlayacaqsan, adamın qolunu şikəst eləmişsiniz, arvadını da aparıb hardasa zorluyursunuz. Üzünüz qara olsun. İslamın üzünü qara eləməyin də bari. Allah təəccüblənir sizi kimləri görəndə. Deyir mənim yaratdığım bəndə budur, Adəm övladı budur. Mən bunu sevərək yaratmışam axı. Ən gözəl əl işimdir yaratmışam. Ən qəliz mexanizmimdir yaratmışam deyir Allah. Başqasının qadınına toxunmaq olar İslamda. Siz xəstəsiz, siz giçsiz, siz dəlisiz, siz anormalsız. Sizin yiyəniz yoxdur, aparıb sizi müalicə elə.